Salam əzizləyicilər, mən Yunis Mamayüz. Bugün sizlərlə bu iPad-i yenidən hər şey qutusuna qoydum. Bir də sizinlə belə hisslərimi deyəcəm. Sizinlə paylaşmaq istəyirdim bunu. Qısa videosunu paylaşmışam əslində YouTube-da. Bir də əşyalarımı paylaşmışdım YouTube-da short kimi. İndi keçəcəyik daha uzun videoda. Bunların hər şeyini anlatacağım sizə. Videoya keçmədən öncə bir dənə abunə olsanız çox sevinərəm. Bir dənə düyməyə bir dənə bas, səndən əl çəkdim. İlk öncə baxın, planşet gəlir. Bura qoyum. Planşeti yenidən qutuya qoydum, sizə göstərəcəm. Apple-da, iPad-dir. Bunu bilirik, kağızlar həmişə kimi var. Bunun adı iPad A16-dır, 128 GB-dır. Və mən mavi rəngini istədim. Belə açıq. İçində belə qrey kod var. Necə düşmür. Qrey kod orada var. Elə bunun üstündə klonkası var idi. Mən də çıxartdım da. Götürək. Mən kurulumun falan elədim hamısını. Belədir. Belədir, amma kamerası burada belədir. Belə də olur, belə də olur, belə tərsinə də olur, hər cür olur da yəni, hər cür şey. Burada yuxarıda da açmaq üçün tuşu, baxın, buradan barmaq izini oxudursunuz, açır. Barmaq izi, üst tanıması yoxdur amma. Mən belə işlədirəm, planşet dediyim belə olardı. Barmaq izi arada oxutmur, biraz gec oxudur. Ona görə çox vaxt parolu yığıram mən. Və parolu yığdığımızda əsas ekran gəlir. Əvvəlcə planşetin arxasından biraz danışmaq istəyirəm. Mavi rəngdir, həmişə kimi olduğu kimi də belə dokunmatiklərdə çox yaxşıdır. Özünüzdən yaxından belə baxın. Buna qəşəng belə kablo falan aldım. Yəni çox işimə yarayır. Belə oyun zad oynayanda belə rahatdır. Nə çox böyükdür, nə də çox balacadır da. Belə çox qəşəng bir şeydir. Keçdik belə bir şey. Belədir. İndi kamerada biraz donur, amma heç donmur. Bunu belə də işlətmək olur da. Yəni hər cür buna basanda da belə açılır, buna bassan belə gedir. Buradan belə gəlir həmişə kimi. Buradan da belə gəlir. Ümumi 24 dənə altında, 24 dənə də üstündə mikrofon olmaqla çox yaxşı bir səs effektidir. Bir dənə səsinə qulaq asaq istəyirəm. Bir dənə bir mahnı qoşum. Hələ bu azdır. Yəci səsi gəlir də sizə. Polumu qoyuram. Səsi mənə bu qədər çox bəsdir. Ümumi PUBG falan burada çox qəşəng gedir də. Yəni Call of Duty-dir, Car Parking-dir. Məsələn, bu oyunu sizə nümunədə göstərə bilərəm. Roblox. Qıraqlarında biraz belə qaralar qalır. Onu da həll eləmək olardı. Amma həll eləməyiblər, çünki burada kamera olmalıdır ki, orada da elə məsafə qalmalıdır. Qoruyucu ekran vurdum buna. Çox qəşəng işləyir. iPad-i qoyduq bura, keçdik qutusuna. Qutusunda Apple-ın öz kağızıdır belə. Kağızın içində iPad haqqında yazılardır. Burada şəkilləridir, qələmi haqqındadır. Kağızlar da keçirik. Kağızlar heç kim oxumur ki. Burada bir dənə adapter verir, bir dənə də başlıq verir. Başlıq bizim ölkə ilə də olmasa da, yenə də bizimkinə gelir. Zərətqanı da rahat 2 gün falan saxlayır. Qoyursunuz, nə bilim 30 dəqiqəyə, yox 30 dəqiqə çox azdır. 1 saata 2 saata dolur zərətqan. İndi qələmin falan gətirim, yoxlayam. Və bu belə kablodur aldım. Belə içi görünəndir.
İndi taxacam. Yaxşı bir yeri var, belə açdın. Bunu belə maqnitdir, belə qoydun. Belə sökürsən harasa, baxırsan. Belə dönür edir. Çox qəşəngdir bu kablo. Kablonu taxaq yerinə. Hə, bir də baxın burada mahnı məsələn qoşmusunuz da. Mahnıya uyğun arxa plan verir. Mahnını məsələn baxın silək. Dəqiqə. Nəysə. Baxın, başqa mahnıya keçdi, arkada başqa rəng yandı. İndi bunu şıqqa, bunu biraz şıqqadan getirtmək olur. Əslində mən fikirləşirəm ki, planşetə çox da kablo yavaş. Belə oturdu, arxasından belə görünür. Çox təmizdir. İndi bir dənə qələmi qaldı. Qələmini də gətirim, bir dənə baxaq. Qələm Apple Pencil USB-dir. USB. Bunu USB ilə şarj edirlər. Əvvəlcə planşetə qoşmaq üçün istədiyiniz bir USB gedir buna. İçindən heç nə çıxmır, sadəcə qələmin özü çıxır. Qələmin adı Apple USB kablo. Mən bunu Apple'ın öz yerindən aldım. Burada da yazılıb Apple Pencil. Çox işimə yarayır. Məsələn, rəsmi çox sevənlər üçün çox qəşəngdir. Açılışa keçirik. Arxasında bir şey var, açmaq üçün mən onu açdım. Bunu belə açırsınız. Burada həmişə kimi Kaliforniyada inkişaf olunub nə olubsa artıq. Bunun da içində kağızları falan çıxır. Kağızları da boş keçirik. Və burada qələmin özü gəlir. Başqa heç nə gəlmir. Qələmin çıxardırsınız. Bunu təzədən qutusuna qoyun. Və qələm belədir. Buradan belə pencil sözü də var. Bunu belə yuxarı qalxırsınız. Buradan 101 şarj olur. Şarjı 4 gün, 5 gün, bir həftə saxlayır da. Zərtqiyada qoyanda 10-15 dəqiqəyə dolur. Çox qəşəngdir. Mən bir dənə bunu Apple planşetin üstündə gətirim, bir dənə test eləyək bunu. Planşeti gətirdim. Dəqiqə. Kablonu çıxardanda da rahat qalır da, elə bil ki. Burada belə xətti kimi bir şey var, siz görmürsünüz onu. Belə yapışır. Dəqiqə. Belə yapışır. Düşüb falan da eləmir. Belə qələm qalır, belə də eləyəndə qalır. Baxın, belə rəsm falan da yaxşıdır. Dəqiqə rəsmin üstündə də sizə deyim. Nota girəndə də burada belə qələm işarəsinə basıb qələm rəngini seçib burada rəsmlər falan yaza bilərsiniz. Bunun üçün sizə qəşəng proqramlar deyə bilərəm. Məsələn, bu Notability deyə bu. Adı Notability-dir. Onunla qəşəng rəsmlər çəkmək olar. Deyəlim ki, bunu kablosuna taxdınız. Ruçka içində yeri var. Ruçka üçün kablonun yeri var təbii ki də. Deyə burada. Bunu bura getirirsiniz. Ruçka oturur oraya, heç də bəmbərk qalar. Çıxardanda da burada arxasından yerə basırsınız, çıxır. Kamerasına danışaq biraz. Kamerası qəşəng çəkir. Ümumi 5x çəkir. Deyə baxın. Ümumi 5x-dir. Kamera şəkilləri də çox bir şey çəkir. Məsələn, 5x yox, 1x bir şey çəkəcəm. Məsələn, belə çəkirəm. Şəkilləri yaxşı çəkir, belə. Çox qəşəngdir. Planşetdən cəmi bir dənə şikayətim var ki, burada çox yer qalır, həm də zərərtikanı biraz tez aparır.
Yəni bunu alandan sonra mən telefon tullamışam bu qırağa, ancaq bununla oynayıram. Bu günlük də bu qədər. Bu planşeti iPad A16 128 GB mavi rəngi idi. Bu günlük bu qədər olsun. Abunə olub like atmağı unutmayın. Bəziləri baxır, məsələn, çox adam baxır da, məsələn, dünən video paylaşmışdım. 500 nəfər baxıb, amma heç biri abunə olmur. Bir dənə abunə olun düyməsinə basın ki, əziyyətimin bir şeyi çıxsın. Bilim ki, əziyyətimin qarşısında nəsə verirsiniz. Sağ olun, salamat qalın.